Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə bir xəmirdən iki cür bulka hazırlayacağım. Həm şirin, həm də pendirli bulka. Bunun üçün bizə lazım olacaq 2 stəkan ilıq süd, yəni nə çox soyuq olmasın, nə də qaynar olmasın. Üzərinə 3 xörək qaşığı şəkər tozu. Bunları biraz belə qarışdırıram. Sonra isə 1 stəkan duru yağın hamısını əlavə eləmirəm. Baxın, biraz belə saxlayıram. Və üzərinə 2 çay qaşığı droj, yəni maya əlavə edirəm. Bunu da biraz qarışdırıram. 2 yumurtanın ağını içərisinə əlavə edirəm. Sarısını isə saxlayıram bulkaların üzərinə çəkmək üçün. Və az un əlavə edirəm. Aparan qədər un, yumşaq xəmir alınmalıdır. Və üzərinə 1 çay qaşığı duz. Duzu unun üzərinə əlavə eləyin ki, srazu mayanın üzərinə əlavə eləsəz maya qalxmaya bilər. Ona görə unun üzərinə əlavə eləsəz daha yaxşı olar. İndi isə başlayıram əllə yoğurmağa. Un əlavə eləyə-eləyə xəmiri yığıram. Sonra isə xəmir çox bərk olmasın deyə qalan duru yağı da əlavə eləyib xəmiri artıq duru yağla yığıram. Və belə yaxşı-yaxşı yoğururam. Və üzərinə paket çəkib təmiz dəsmalla örtüb saxlayıram, xəmir gəlsin. Hardasa 1-2 saata tam xəmir gəlir. Baxın, belə xəmir artıq gəlib. İndi isə bu xəmiri çıxardıram və 2 hissəyə bölürəm. Və yarısını 16 kündəyə böldüm. Qalan yarısını üzərinə də paket çəkib qoyuram ki, qurumasın. Bir kündəni yayıram. Mən ayrıca bir qabda, yəni duzlu ağ pendir və Holland pendiri qarışdırmışam. Siz istədiyiniz pendirdən istifadə edə bilərsiniz. Göyərti də qata bilərsiniz. Mən belə sadə elədim, Holland pendiri və ağ pendirlə. Bundan da bir dolu xörək qaşığı qoyuram. Və videoda gördüyünüz kimi bükürəm. Baxın, belə kəsib vururam. Qıraqlarını da bərkidirəm. Bərkidən tikiş hissəni alta qoymaq lazımdır, alta çevirmək. Birində hazırlayıb göstərəcəm sizə. Və beləcə bu 16 kündənin hamısından eyni bulkalar hazırlayıram.
Və bayaq xəmirdən saxladığım 2 yumurtanın sarısı və üzərinə 1 xörək qaşığı süd əlavə eləmişəm. Sizdə süd yoxdursa, sunan da eləyə bilərsiniz. Belə yaxıram bütün bulkaların üzərinə. Və üstdən susam və qara çörək otu qarışımında səpirəm. Və 200 dərəcədə qızdırılmış sobada qoyuram, üzəri və altı qızarana kimi bişsin. Qalan xəmiri də baxın belə kündələri eləyirəm. Və bir kündəni götürüb yayıram. Əridilmiş kərə yağını çəkirəm üzərinə. Və qoz fındıq, çəkilmiş qoz fındıq və şəkər tozu qarışımında səpirəm. Qoz fındıq yoxdursa, tək şəkər tozunu da səpə bilərsiniz. Baxın, belə bururam. Tikiş yerini bərk edirəm. Belə üst-üstə qoyub, bütün kündələrdən belə hazırlayıram. Sonra isə belə gördüyünüz kimi ortadan bölüb, ürək formasında hazırlayıram hamısını. Düzürəm yağlı kağız sərilmiş tavaya. Üzərinə yenə bayaq saxladığım yumurtanın sarısı və süd qarışımından yaxıram. Və bunları da 200 dərəcədə qızdırılmış sobada üzəri və altı qızarana kimi bişirirəm. Baxın, belə bulkalar artıq hazırdır. Üzəri və altı qızarır. Çox dadlı, həm şirin, həm pendirli bulkalar alınır. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və mənə dəstək çıxmağı unutmayın. Çox sağ olun.